Biz niyet elədik. Bəyin 88-ci doğum ilində Xəl yurduna gələcəyik. Bu bayraqla bir yerdə gəldik. Ona görə ki, bayrağın təkrar doğulan yeri Xəl yurdudur. Bəyin dünyaya gəldiyi tarix, həm də bu bayrağın təkrar olaraq Məhəmməd Əmin Rəssadədən varis olaraq alınması günüdür. Xəl yurdudur, gözəl bir yurt yeridir. Və burada doğulub, burada dünyaya gəlib və Azərbaycan tarixinin gələcəyi, Türk dünyasının tarixinin gələcəyinin yol xəritəsi burada cızılıb. Tanrı bu dağların, bu əzəmətin içərisində bəyi dünyaya gətirib. Ziyarət eləməyi borc bildik və təkrar olaraq bu yurdu kutsallaşdırmaq, müqəddəsləşdirmək ki, bu yurt sadəliklə zəngindir və ruhu şad olsun bəyimizin. Bu Azərbaycanımız var olsun, bəyin idealları var olsun. Biz bəyin dediyim kimi doğulan ideallar, doğulan bayraq başımız üzərindədir, dövlətimiz var, müstəqildir, problemi də ola bilər, hədəfləri var. Bütöv Azərbaycan idealı bəyin hədəfidir, Turan idealı bəyin hədəfidir. Ümumiyyətlə regionun stabilliyi, regionda dövlətlərin, millətlərin dinc yanaşı yaşaması bəyin ideallarıdır, demokratiya bəyin ideallarıdır. Bu idealların gerçəkləşməsində Tanrı bizə yor olsun, bu dağlar bizə yar olsun, bu dağlarda boylanan ruhlar bizə yar olsun. Tanrı millətimizi və dövlətimizi qorusun, Türk dünyasını qorusun. Amin.